Salam, necəsiz? Bugün yenə sabaha kimi dərs oxuyacağıq. Saat indi 1-ə 10 dəqiqə işləyir və bugün bizim dərslərimiz ədəbiyyatla ingilis dilidir. Dünən bizə tarixlə Azərbaycan dili var idi və desəz ki, Aytaç dünən nələr eləmisən? Heç nə. Bacımla getmişdim deyə heç nə oxumadım. Bəhanə oldu ki, kitablarım yanında deyil, planşet yanında deyildi, dərs eləyə bilməyəcəm, amma istəyən telefondan da eləyə bilərdi. Bir bəhanə təbii ki, özümü aldatdım, amma eyb yox. Bugün oxuyacağıq, sabah dərs oxuyacağıq. Hər gün oxuyub əvəzən çıxacağıq inşallah. Deməli, ədəbiyyatdan nə oxuyacağıq? Azərbaycan dili nə idi? İngilis dilində oxuyacağıq. İndi onun planını quracağam. Bir də ki, keçən dəfə soruşmusunuz ki, planşetdə hansı proqramlar var? Mən planşetdə heç bir proqram yazdırmıram. Niyə görə? Yəni Telegramdan başqa heç bir proqram yazdırmıram. Çünki əgər mən TikTok yazdırsam, Wattpad yazdırsam, bütün günü oturub orada vaxtımı sərf eləyəcəm, dərs oxumayacağam. Ona görə istifadə elədiyim tək proqram Telegramdır ki, orada PDF-lər var, dərslərin, sınaqların PDF-ləri var. Ona görə də sadəcə bu məqsədlə istifadə edirəm, dərs üçün istifadə edirəm sadəcə. Və bu arada notları da, tutduğum notları da sizin üçün göstərəcəm. Deməli, ədəbiyyatdan artıq keçən dəfə Molla Pənah Vaqifi bitirdim. Bir də Hayf ki yoxdur əsərlərini oxudum. İndi isə keçirəm hara? Yeni bir dövrə keçirəm. Bu da deyəcəm lisənədir. Azərbaycan ədəbiyyatında maarifçi realizm dövrüdür. Eyni zamanda burada Bakıxanovun əsəri var. Yadıma gəlir, yəni bu əsər düşürmü, yoxsa düşmürmü? Göz yadaşımdan bilmirəm, yadımda qalıb məncə ki, bu əsər düşür. Onlara məsələn 3-cü qrupa düşəcək suallar, mövzular. Baxın, orada sanki mən bunu görmüşəm. Yəni oxuyacağıq. Bir də Qasım bəy Zakiri oxuyacağam. Burada Badi Sabah mənim dərd dilim əsərini, bir də ki Durnalar qoşmasını oxuyacağıq. Bu arada bunların hamısını oxuyacağım çünki həyatları düşmür. Bildiyim qədərinə həyatları düşmür. Əsərləri qeyd olunacaq, fəaliyyətləri qeyd olunacaq. Bir də ki, bu dövrlə bağlı da vacib hissələri qoyacağım. Bəzən olur ki, dövr haqqında məlumat verilir, amma o qədər mənasız və uzun-uzun lazımsız cümlələr olur ki, ona görə də onu da qeyd eləyəcəm və qeydlərimi daha sonra sizə göstərəcəm inşallah. İndi bunların izahlarına baxacağım, əsərlərin izahına baxacağım, hər ehtimala qarşı yaddaşı daha yaxşı qalsın deyə. Amma 2x baxacağım ki, vaxtım hədər olmasın. Çünki ədəbiyyata 2x baxmaq olar, rahatdır. Yəni ədəbiyyat mənə çox rahat gəlir deyə 2x baxsam məncə heç itirməyəcəm. Bu tarix üçün keçərli deyil. Tarixə gərək nöqtəsinə vergülə kimi yavaş-yavaş baxasan. Ona görə də gəlin çox uzatmadan keçək. Bunlar bir cədvəl qurmamışıq. Yazmadan çıxmışdı. İndi cədvəl quracağım. Deməli, gəlin yazaq. Bugün ayın neçəsidir? Bugün ayın 26-sıdır. Amma biz yazırıq ki 25 iyun. 25 iyun. Yazaq. Erkən realizm. Bakıxanov. Qasım bəy Zakir. Əsərlərini qeyd edeyim ayrıca. Eləyim də eyb yox. Əsərləri. Daha sonra bunların testində işləmək istəyirəm ki, yadımda qalsın. Demirəm ki, hamısını oturub işləyəcəm. Qısa da ola bilər. Qısa olsa hamısını işləyəcəm testlərin. Testə baxmamışam. Mövzular, yəni ki, testləri qısa olsa hamısını işləyəcəm. Uzun olsa bacardığım qədər işləyəcəm. Testlər. İndi ingilis dilinə keçək. İngilis dilindən mənə məsləhət görüblər ki, Nərgiz Nəcəf, ya da Nigar Nəcəf qarışdıram adlarını. Məncə Nərgiz Nəcəfdir. Nərgiz Nəcəfin kitabından sözləri öyrənmək olar. Əslində 2024-cü illə bağlı PDF tapmışam, var əlimdə. Amma 2025-ci illə bağlı PDF əlimdə yoxdur. Və düşünürəm ki, 2025-ci ildə dəyişiklik çox olmaya bilər, amma olsa, yəni ki, peşman olmaq istəmirəm. Ona görə PDF varsa, yəni axtaracağım, PDF tapacağım. Olmasa, məcbur 2025-ci ilin nəşrini alacağım ki, oradan yeni sözləri öyrənim. Çünki həm dərslikdə, həm də ki, topluda olan yeni sözlər həmin kitabda var. Siz də alıb oxuya bilərsiniz bu arada. Və eyni zamanda qaydalar da var. Düz mən qaydaların izahına baxmağı daha çox xoşduram. Dediyim kimi, Aytən Vəliyevanın izahlarına baxıram və o mənə daha yaxşı gəlir, sərf eləyir mənə. Daha yaxşı anlayıram. Bütün mövzular var da, gəlmişdim, əvəzliyə qədər gəlmişdim. Əvəzliyi çox mükəmməl işləməmişdim. Birinci hissəsini yaxşı işlədim, ikinci hissəsini bərbad işləmişdim. Burada çox bərbad işləmişdim. Səhvlərim o qədər çıxmışdı ki. Amma mən artiklı işləməmişdim. Gördüm ki, məsələn, orada buraxılışda ingiliscə artikl düşür və artikl sonraya saxlamışdım ki, sonra baxaram. Və gördüm ki, artıq feilə gedib çıxıram ingilis dilində. Biraz gözüm qorxdu. Ona görə deyim ki, qoy artiklı araya salım, onu öyrənim, işləyim testlərini, daha sonra keçərik feilə. Ona görə də artikl işləyəcəm. Article. Təbii ki, onun izahına baxacağım. Daha sonra onun notlarını çıxartacağım, bu ayrı. Amma ən əsası testini işləyəcəm. Gördüm ki, mən bundan sonra beləyəcəm də. Gördüm ki, hər hansı bir mövzunun testini işləyə bilmirəm.
gedəcəm YouTube-da test izahlarına baxacağam. Qoy müəllimlər başqa testlərdən izah eləsinlər, anlayım, qavrayım, daha sonra gəlib topunu işləyəcəm. Çünki bəzən o qədər səhv edirəm ki, yəni müəllim başa salır, başa düşürəm, amma gedirəm testdə birdən elə səhv edirəm, görürəm ki, hə, yoxdur, mən o an o dərsə baxanı deyim ki, dərsi yaxşı başa düşmüşəm, rahat dərsdir. Amma ki, gəl test işlərində görsən ki, yox, sən heç nə bilmirsənmiş. Sənin bildiyin bir şey belə yox olmuş. Ruhdan düşünürəm, inanırsınız. Artıq əvvəl kimi ruhdan düşünürəm. Əvvəl test işlərində səhv eləyirdim, məsələn, çox qanım qaralırdı, məyus olurdu. Amma deyirəm ki, arkadaş, səhv elədikcə öyrənirsən. İnsan əksinə səhvləri daha yaxşı yadında saxlayır. Çünki travma kimi beyində qalır deyə unutmuşsan. Amma yaxşı bildiyin şeyləri gedib imtahanda səhv yaza bilərsən, yəni bir anlıq beynin tamamilə qarışa bilər deyə səhv yaza bilərsən. Ona görə də siz də səhv eləyirsinizsə ruhdan düşmürük qətiyyən, əksinə sevinirik. Niyə görə? Çünki səhv elədikcə daha yaxşı öyrənirik. Səhv elədikcə daha yaxşı öyrənirik. Bu həyatda da belə onsuz. Madam ki, bu səhvlər var və bizim qanımızı qaraldır, biz də onların qanını qaraltmaq üçün onlardan faydalanmalıyıq. Bu arada sizə bir şey deyim. Keçən dəfə ədəbiyyatdan izahlara baxıram, mövzu izahlarına baxıram və mən xoşuma gəlmir də. Məsələn, bilirsiniz nə? Kitabı qarşısına qoysun, müəllim başlasın oradan izah eləməyə. Məsələn, oxusun. Yəni bu kitabı mən özüm də oxuya bilərəm, özüm də anlaya bilərəm. Mənim xoşuma gəlir ki, müəllim öz biliklərini, təcrübələrini, özü anladığı şəkildə təhlillərini öz dili ilə bizə başa salsın. Yəni keçən bir müəllimə qarşıma çıxdı. İnanırsınız, oxuyur. Məsələn, kimisə yaradıcılığını oxuyur, daha sonra mövzunu oxuyur. Oxuyandan sonra başlayır o cümlə deyir ki, yəni baxın uşağa, buna diqqət yetirin. Filan kəs gəraylı yazmayıb. Və yaxud da qoşmaları daha çox yazıb. Bunu mən onsuz da özüm oxuyub başa düşürəm də, bunu mənim fərqli dildə başa sal və yaxud da öz sözündən başa sal. Fərqli dildə başa salır, müəllim robot deyil onsuz da bizim üçün. Sadəcə qoyur kitabı qarşısına, oxuyur, başa salır. Düşünür ki, bu izahdır. İnanırsınız, belə olan halda biz hamımız müəllim ola bilərik. Qarşımıza qoyarıq, məsəl üçün, kitabı, məktəb müəllimi deyiləm, yəni YouTube-da müəllim ola bilərik. Qarşımıza qoyarıq, oxuyarıq, deyirik, baxın uşaqlar, bu cümləyə diqqət yetir. Arada saat artıq 00:22-dir. Saat 1-ə işləyir. Çayımı da aldım. Özüm də hazıram. Başlayırıq dərsə saat 05:00-a qədər. Getdik. Həm də klassik üslub. Nədir ay müəllim? Bu xalq şeir üslubu, nədir klassik üslub? Seyid Əzim Şirvani isə yalnız klassik üslub. Baxın, xalq şeir üslubu odur ki, qoşma, gəraylı, təcnis. Qasım bəy Zakirin tənqid hədəfi idi və Qasım bəy Zakir öz əsərlərində bunu göstərirdi. Təbii ki, bu nəticəsiz qalmırdı. Yüksək rütbəli dövlət məmurları Deməli, izahlara baxdım, bitirdim. İndi başlayacağam mövzuları oxumağa. Dövr biraz çətin olur. Çətin deyil bu arada. Sadəcə önəmli bir neçə yer var. Onların hamısını oxuyacağam və burada uzundur əslində mövzu. Yəni də onu qısaldıb sizə göstərəcəm. Bir də ki, Bakı Xanov Hikmətin Fəzilətini oxuyacağam. Qasım bəy Zakir və onun əsərlərini oxuyacağam. İndi sizə vaxt itirmədən keçək mövzuları oxumağa. Realizm dövrünü oxudum. Bakı Xanov əsərini oxudum. Qasım bəy Zakirin yaradıcılığını, həyatını oxudum. Düz həyat vacib deyil, amma yenə də nəzər yetirdim. Daha sonra onun əsərlərini bitirdim. Təhlillərinə baxdım. Daha doğrusu təhlillərini oxudum. İzahlarına əvvəlcədən baxmışdım. İndi qeyd edəcəm, qeydlər götürəcəm. Çünki burada realizm dövründə artıq cümlələr həddindən artıq çoxdur. Amma mən bir şey deyirəm ki, əsərlərin təhlillərini qeyd eləmirəm, not almıram bununla bağlı. Çünki təhlildə hər şey vacibdir. Burada siz çalışın ki, not tutsanız belə, qeyd aparsanız belə, daha sonra kitabını açın, oxuyun. Qorxdum. Vaxt bitdi, qorxdum. Çünki situasiya sualları var. Ona görə çalışın, həm buradan oxuyun, həm notlardan oxuyun. Yəni notu, qeydləri sadəcə təkrarlamaq üçün, tez-tez təkrarlamaq qısa olsun deyə, amma ümumi dərin təkrarı kitabda eləməyə çalışın.
Deməli, realizm dövrü bir də ki, Qasım bəy Zakirdən qeydlər apardım. Realizm dövrü baxın budur. Bir də ki, budur. Bir də Qasım bəy Zakiri sizə göstərim. Sizə biraz səliqəsiz yazıram, çünki səliqəli yazmağa çalışsam vaxtım çox gedəcək deyə. Ona görə əgər xəttə başa düşməsəz, daha sonra özünüz köçürə bilərsiniz notlarınıza. Bir də baxın burada yazmışam ki, məsələn, mən Mir Həmzə Seyid Nigarinin adını xatırlamıram. Bəlkə bundan əvvəl illər öncə abituriyent olanda bəlkə görmüşəm, amma inanın mənə 1 qram beynimdə qalır və bunu sanki elə bilirəm, sonradan əlavə edirlər, amma yanlış da bilərəm. Yəni mən o vaxtda məzun olanda yadımda deyil, həqiqət yadımda deyil. Bu necə yadda saxlaya bilərsiniz? Məsələn, Mir Həmzə Seyid Nigari dinlə bağlı yazıb, sufidir, yəni sufi görüşlüdür. Eyni zamanda Əhl-i Beytə, Peyğəmbərə, Allaha qarşı sevgisini göstərir. Bunu yadda saxlayın. Mir Seyid sözlərindən Mir Seyid də Həmzə. Həmzədəki Peyğəmbərimizin əmsinin adıdır. Buradan yadınızı saxlaya bilərsiniz. Mir Həmzə Seyid Nigari. Yəni Mir Həmzə Seyid bu cür yadda saxlaya bilərsiniz. Başqa necə var idi? Məsələn, Bakıxanov əsərlərini belə yadda saxlaya bilərsiniz ki, bir müəllim onun bayaqlarda izaha baxan dedi ki, məsələn, Tənzilül Əxlaq, Kitab-ı Nəsihət, Kitab-ı Əskəriyyə, Müşkətül Ənvar var məsəl üçün. Bir Minətül Camal var idi. Mən bunu yazmışım görürəm, amma nəsə yadımda qalıb. Müşkətül Ənvar, bir də Camal. Ənvarla Camal kitab oxuyub əxlaqlı oldular. Yəni kitab, Ənvar, Camal adam adları kimi, bir də əxlaqlı oldular. Yəni Tənzilül Əxlaq. Orada yadda saxlaya bilərsiniz, kodlaşdıra bilərsiniz. Əkinci yarandı bu heç. Bunu bilirəm onsuz da. Bu arada Rus ədəbiyyatla bağlı deyilə bilər ki, Rus ədəbiyyatının ziyanı oldu, yox, xeyri olub. Bunu qeyd eləməliyik. Yəni əgər testdə qarşımıza çıxsa. Natavanın əsərləridir. Natavan əsəri yadımda qalmışdı. Bir də şeir məclisi yadımda qalmışdı. Not alanda qarşısına yazmadım ki, hansı haradır, Şamaxı, Bakı. Yəni onlar onsuz da biraz olsun yadımızda qalıb. Amma yenə də açıb kitabını oxuyacaq deyə çox da dərinə getməyə ehtiyac yoxdur. Bu qədər. İndi keçəcəm ədəbiyyatdan testə. Ədəbiyyatdan bacardığım qədər test işləyəcəm. Daha sonra keçəcəm ingilis dilinə. Çünki test işləməsək mövzu yadımızda qalmır. Tez unuduruq deyə. Gəlin test işləyək. Maarifçi realizm dövrünü işlədim, Bakıxanovu işlədim, indi Qasım bəy Zakiri işləmək istəyirəm, çünki qısadır. Həm də bugünkü mövzunun testlərini bitirək. 28 dənə testi məncə çox da çətin deyil. Orada çünki əsərlər də var, məncə maraqlıdır. İndi onu işləyəcəm. İndi belə dedim deyə inanırsınız, o qədər səhvim çıxacaq ki. Əslində yoruldum, amma dayanmaq yoxdur. İndi ingilisinə keçəcəm. Ədəbiyyatı bitirdim, testlərini bitirdim, mövzunu bitirdim, şükürlər olsun. İndi keçəcəm ingilis dilinə. Artikel demişdim ki, artikeldə qalmışam. Onun qaydasının bir hissəsini yazmışdım. Davamını davam etdirib yazacağam. Davamını yazacağam. Bir də ki, onun testlərini işləməyə çalışacağım. Artikel məncə o qədər də qəliz deyil. Az öncə Qasım bəy Zakirdə bunu deyəndə biraz ilişdim, amma yenə də məncə artikel bir əvəzlik qədər qəliz deyil, amma olsa belə yenə də açıb test izahlarını izləyərək ki, daha yaxşı anlayaq. Bir də mən ardını yazım, daha sonra başlayayım testləri işləyim. Yəni, üstünə biraz keçim oxuyum, daha sonra testləri işləyim. Sonra gedib yataq. Yəni, işdən evə gələndən sonra 1-2 saat, yəni 2 saat belə olmaz, yuxu yatdım və oyandım. Biraz yuxum gəlir hələ də. Bir çay içib, özümə gəlib təzədən başlayacağım. Artıq saat 03:52-dir. Gördüm ki, saat 5-ə qədər çatdıra bilmədim heç nəyə. Onda məcbur 05:30-a qədər oturub oxuyacağım. Problem deyil. Yarım saatla heç nə olmaz. Artikelin qeydini apardım, bitdi. Siz istəyirsiniz çəkib götürə bilərsiniz. Bundan sonra sizə gəlir. Bu qədər. İndi bunu bir dəfə oxuyub, çünki keçən dəfədən yazmışam, onu da bilərəm. Bunu bir dəfə oxuyub keçəcəm testlərinə.
04:59-dur. Artıq mən də yoruldum. Dərs də bitirdim. 50 dənə ingilis dili test işlədim. Yəni qaydan oxudum, test işlədim və səhvlərimin izahlarına baxdım. Məncə siz də izahlara baxaraq edin. Çünki həqiqətən insan qaydını oxusa belə bir müəllim tərəfindən izah olunanda beyninə daha yaxşı həkk olunur. Hava da artıq aydınlandı. Mən də yoruldum. Yavaş-yavaş gedib istirahət edeyim. Bu arada sabah da inşallah işdən gələndən sonra vlog çəkməyə çalışacağım. O da olmasa 6 bazar çəkməyə çalışacağım. Narahat olmayın. Sizdən tez-tez videolar paylaşacağım. Bu qədər. Bu video sizə sağollaşıram. Növbəti videolarda, vloglarda görüşənə dək hələlik.